Hələ qarşıda görüləcək işlər çoxdur Tahir müəllim. Sağ olun, təşəkkür Tahir edirəm. müəllim, yeri gəlmişkən bir məsələyə də toxunaq. Dedim ki, ölkə və dünya gündəminə toxunacağıq. Bu günlərdə Türkiyə və Azərbaycanın birgə olmağı, bir yerdə olmağı, müttəfiq, strateji müttəfiq olmağı, yəni Türkiyə deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Türkiyə deyilir. Bunların ayrılması mümkün deyil. Tarixən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu günlərdə elə cənab Rəcəb Tayyip Ərdoğanın da bir açıqlaması oldu. Bizim çox yaxın tarixi olmasa da tariximizlə bağlı, Çaldıran döyüşündən bağlı. Türk, ərəb və kürdlər birləşib Çaldıran döyüşündə qələbə çaldılar. Bu ifadə əslində nəyə xidmət edir? Yəni Rəcəb Tayyip Ərdoğan çox böyük siyasətçidir, dünya çapında tanınan, qəbul edilən siyasətçidir. Azərbaycan sevdalısıdır, onu da bilirik. Bəs bu ifadənin işlədilməsinin nə deyir? Bax, bununla bağlı bunun fikirləri nədir? Nəyə gedir? Bax, o yerində mi deyilmiş bir ifadədir, yoxsa niyə bilərəkdən özünü bax bu ifadəni işlətməklə müəyyən suallar yaradır? Bilirsiniz, klassik siyasətçi deyiləm də mən. Klassik siyasətçi öz fikrini gizliyə də bilir, manipulyasiya da eləyir. Mən düzün deyəcəm. Biz ümumiyyətlə 1578-ci ildə, 1918-ci ildə, bu da Qarabağ. 3 dəfə nazı Osmanlı dövləti, Türkiyə bizi xilas eləyib. Bəli, bu tarixdir. Bu tarixdir. Və Türk xalqı ilə Azərbaycan xalqı təbii müttəfiqdir. Dövlətləri kənara qoyub. Millət, eyni millətik, belə təbii müttəfiqdir. Baxmayaraq, birimiz Azərbaycanı gedir, birimiz Türk gedir, adı və s. Kök eynidir. Və sonsuz da xalqımızın Rəcəb Tayyip Ərdoğana hörməti vardı. Qarabağda tutduğu mövqe ilə bağlı, Azərbaycan müdafiəsi ilə bağlı. Bunu xırdalamıram. Bəli, siyasi mənəvi dəstəyi ancaq mən 3 dəfə onun tərcümeyi halı zamanında 3 dəfə ondan çox böyük narazı qalmışam. Niyə? Çünki mən narazı qalanda elə bilirəm ki, bütün xalqım o cəhətdən narazı qala bilər. Mən misal elə bölgədə böyümüşəm ki, bizim də Türklərlə də, yəni yanaşı başqa xalqlar da yaşayıblar, içi olmuşuq. Vallahi biz hərəkatda iştirak edəndə də fərq qoymamışıq. Kim vəzifəyə gələr, kim yaxşıdır, kim pis. Can bir olmuşuq, qohum olmuşuq can. Yəni heç bir, əgər o millət ki özün üstün tutur, şovinist də başqasına o düzgün deyil. O yəni çox pis adamdır. O millətin adını batırır. Amma mən bir şey məhtələm. Birincisi Tayyip bəy deyəndə ki, atamdan soruşdum, mən Türkəm, Lazam. Dedi, nə məsələdir, mən müsəlmanam. Birinci bunun ki, bilirsən, başqaları müsəlman deyil. Başqa o xalqlar müsəlman deyil. Türkü, Özbəyi, nə bilim mən, Farsı ya kimsə, müsəlman müsəlmandır. Müsəlman sənin dinindir. Söhbət sənin millətindən gedir. Niyə gizləyirsən? Deyirəm, Türkəm, Gürcüyəm, Lazam ya kiməm də. Bunu gizləməkdə fərqin nədir? Məgər sən desəydin Lazam ya Türkəm, o səni İslam olmağa qoymayacaqdı. İslamlıqdan çıxardacaqdı səni. İkinci, mən ən ağır vaxtlar idi. Allah rəhmət eləsin, Ərbakanla onda ev dustaq idi. Getdim, evində görüşdüm. Ya mən də prinsipial adam idim. Getdim, görüşdüm, elədim. Mən indiyə kimi onu deməmişəm. Bir yaxşı söhbətimiz qəbul elədi məni, sağ olsun. Rəhmətli dayın, sağ olsun, Allah rəhmət eləsin. Deməli, dedi ki, mən onu kömək eləmişəm, İstanbulun meri seçilib, hətta mən adımı oğluna qoyub, neyim. Amma bu birdən-birə belə dəyişdi mənə qarşı. O vaxtı Fəzilət Partiyası, daha Rifah Partiyası, sonra Fəzilət oldu. Bu dəyişdi belə, getdi, partiya qurdu, qərb nəzarla əl oldu, neylədi. Belə narazılıq ifadə elədi. Düzdür, bu mənə inandırıcı gəldi, çünki dünyanın ən böyük insanlarından biridir Nəzməddin bəylə. Ona Allah qismət edib çox ciddi daha söhbətlərimiz olub o vaxtı. Oğlu ilə də yeri gəlmişkən görüşmüşəm sonralar, yaxın 1-2 il bundan əvvəl, bir neçə dəfə. Bir də üçüncü bu sözü. Sənin sözün nəticəyə bax, kimə xoş gəlir? Kürdə. Sənin xoşun gəlir ərəbə. Elə? İndi türk deyirsən, sən özü də qatırsan. Bəs sənin bu türkə xoş gələ bilər. Bəs türkün özünə xoş gəlməyəcək ki.
Yox, Türkiyə qarşı biz üçümüz birləşirik. Yeridir, vaxtıdır. Əslində o tarixin yanlışıdır. Bəli, onu biz qəbul etmirik. Çaldıran biz, döyüşündə Çaldıran bizim ən böyük bəlamız, dərdimizdir ki, Şiə Sünni söhbətini açıq deyirəm, düşdü ortalığa. Yəni ikisi də türk. Eyni, özdə mən sizə deyim. Həmin 16-cı əsr, 15-ci əsrdə dilimiz də eyni dil idi. Fərq yox idi. Ləhcə hər yerdə var da indi. Dilimiz eyni dili, daha yaxın idi. Eyni xalq idik. Sadəcə o məsələ fərqi vardı. Bunların böyük bir səhvindən türk milləti bir-birini qırdı. Və yaxud Əmir Teymur Türk dünyasının ən böyük insanlarından biridir. Mən bilirəm, Əmir Teymurun deyə bilərəm. Misal, Əmir Teymur əgər Toxtamışla müharibə aparmasaydı, zəiflətməsəydi Qızıl Ordunu, heç vaxt Rus dövləti əmələ gələnməzdi. Olub onun tarixi səhvləri. O da öz taxsiri deyil ha. Çünki Toxtamışa dəfələrlə kömək eləmişdi. Sonra Toxtamış onun üzünə ağ olmuşdu. Ya Əmir Teymur indi gəlib, yeri gəlmişkən Azərbaycan dövləti, o vaxt Şirvanşahlar dövləti ilə bu müttəfiqliyi olub. Gəlib indi bu Ankara yaxında döyüşdə Bəyazid düşüb. Sən hansı 500-600 il əvvəl istənilən millətin içərisində, bir ailədə insanlar bir-birinə savaşır. Türk millətinin içərisindəki bu ayrımçılıqlar ki, bizə böyük bir ürək ağrısı verir. Sən onu qabardıb, tərifləyirsən, üzə çıxarırsan ki, elə yaxşı olub. Ay ərəb, ay kürd, xoş gəlsin sənə ki, biz türklər bir-birimizə bax görsən, mən ittiham edirəm. Yeridir, vaxtıdır, zamanıdır. İrandakı 10 milyonlarla türkü incitmirsən. Biz Azərbaycanı incitmirsən. Orta Asiya özbəkləri incitmirsən. Özünün milli təəssübkeşli türk xalqını incitmirsən. Bu nə ağılla sən bunu irəli sürürsən? Deyirəm, insan səhvsiz deyil. Amma bu bağışlanmaz səhvdir. Mən elə hesab edirəm ki, çox böyük miqdarda öz hörməti itirdi. Yəqin ki, çox bəlkə də bu qədərini düşünməyib Rəcəb Tayyib Ərdoğan da söhbət əsasında deyib, amma istənilən halda bu heç də ürək açan bir böyük bir siyasətçiyə yaraşmayan bir hərəkətdir, ondan gözlənilməyən bir hərəkətdir və üstəlik də onun Azərbaycan üzr istəyirəm. Belə məsələlər var ki, ondan ancaq danışanda boğulmaq gəlir. Yəni onun Azərbaycanla bağlı biz danışdıq bundan əvvəl 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi, mənəvi dəstəyini, diplomatik dəstəyi biz görmüşük. Məhz bu Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində olub. Baxmayaraq ki, çox yaxın tarixdə hər vaxtı siz dediniz 1918-ci ildə, ondan əvvəl də onlar dəfələrlə Türkiyə və Azərbaycanın yanında olublar və biz bu tarixi heç vaxt dana bilmərik. O da tarixdir ki, çaldıran, bəli, Azərbaycanın da, eləcə də Türkiyənin üz qarasıdır. O heç də bizə ondan fəxr eləmirik o tariximizdən. Amma yaşanıb ötüb getmiş tarixdir. Onu yenidən qabartmaq, onu yenidən Türkün Türkiyə qarşı dayandığını, biz üçümüz bir yerdə dayandıq. Ərəblər, Kürdlər, Türklər Türkiyə qarşı dayandı və biz qalib gəldik demək hansı məntiqləndir, nəyə xidmət edir, onu bilmirik. Çox güman ki, Rəcəb Tayyib Ərdoğan bununla bağlı hər hansı bir düzəliş edəcək yəqin. Bətürə xanım, bu təsadüfi deyil. Mən belə düşünürəm. Bütün seriyalarına baxmışam mən o Ertoğrulun, Diriliş Ertoğrul. Bu birisinin hamısına baxa bilmirəm. Çünki nə qədər orada ərəblərə, müsəlmanlara xoş getməkdən ötürü deyək ki, digər Monqol və qədim digərləri təhqir olunur. Həmin Toxtamış kömək eləyib Osmanlı dövlətinin yaranmağına, Səlcuqlunu məhz elə həmin söydükləri Monqollar müdafiə edib Səlcuq dövlətinin ayaqda olmağına və həmişə müsəlman, sən nətər olur o tarixdə ki, eləyirsən, sən xoş gəlsin televiziya, nə var indi azdır digərləri. Heç bilmirik ki, o vaxt ki, indiki Monqollar, bəlkə də onlar türk əsildən ayrılmışlardı. O vaxt elə ümumi deyirdilər da, Tatarlar, türklər. Yəni biz, bu nə deməkdir? Sən görürük axı. Axı görürük siyasət, heç bir böyük şəhərdə Erdoğan demək olar ki, qalib gəlməyib seçkilərdə. Ancaq İslamdan istifadə eləyib göylərdə, digər yerlərdə, etnik zonalarda üstünlük qazanıb. İslam bizim mənəviyyatımızdır, ruhumuzdur. Mən bunu atmayaq. Amma belə də olmaz ki, sən bunu dini əlində alət eləyəsən. Hakimiyyətə gəlmək üçün, getmək üçün və nəhayət siz necə gözəl dediniz. Siz özgə millətləri özdən müttəfiq biləsən ki, mən öz türkümə qarşı durmuşam, qalib gəlmişəm. İstənilən halda biz bunu təsadüf hesab eləyək ki, bu bir təsadüf olub
nə etmək olar? O müəyyən elə məqamlar var ki, görünür orada o emosiyalar coşur. Siyasət belədir. Bayaq siz onu qeyd etdiniz. Bəzən siyasətdə belə gedişlər də olur. Görünür nədənsə istifadə etmək, amma mütləq şəkildə böyük bir toplumu, böyük bir eyni soya, eyni kökə, eyni mədəniyyətə, eyni tarixə malik olan bir milləti incitmək hər halda heç yaraşan bir hərəkət deyil liderə. Cənab Rəcəb Tayyib Ərdoğana isə ümumiyyətlə yaraşan deyil. Ona görə ki, bizim ona olan sevgimiz, Türkiyəyə olan sevgimiz ilk olaraq Rəcəb Tayyib Ərdoğana da hər birimizin qəlbimizdə təbii ki, onun yeri var, istəyimiz var və ona sayğı duyuruq. O da yəqin ki, bütün bunları təsadüf hesab edərək, o da yəqin ki, bu sözünü geri götürər və yaxud da ən azından açıqlama verər ki, nə demək istəyib, bəlkə səhv yolculub. Belə də deyək.